Dövlət Əmək Müfəttişliyi Xidməti 2025-ci ilin yanvar-aprel ayları ərzində işə götürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 110 min manata yaxın vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib. Proseslə bağlı hansı tədbirlər görülüb, detalları əməkdaşımız Fidan Mədətova bizə çatdıracaq. Hər vaxtın xeyirli olsun Fidan, buyur sənin iştək məlumatları. Salam Gülşən, hər vaxtınız xeyir olsun. Bəli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən məhz bu ilin ilk 4 ayında, yəni yanvar-aprel ayları arasında 110 min manata yaxın vəsaitin işə götürənlər tərəfindən işçilərə ödənilməsində gecikmələr olduğunu aşkaradı və bu məqamda digər bir istiqamət olaraq 30-a yaxın əməkdaşın isə, işçinin isə qanunvericiliyin tələbləri pozularaq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı da məsələlər aşkara çıxarıldı. Bəs Dövlət Əmək Müfəttişliyi Xidməti bu prosesin qarşısını hansı şəkildə aldı? Bununla bağlı nələr həyata keçirildi? Bizim suallarımızı Dövlət Əmək Müfəttişliyi Xidmətinin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Solmaz Ələkbərova cavablandıracaq. Salam Solmaz xanım, sözü gedən sualların cavablarını sizdən öyrənək. Salamlayıram hər kəsi, hər vaxtınız xeyir olsun. Bəli, sizin də vurğuladığınız kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 2025-ci ilin ilk 4 ay ərzində, yəni yanvar, fevral, mart və aprel ayları ərzində aparılmış araşdırmalar zamanı sosial xarakterli ödənişlər olan 110 min manata yaxın vəsaitin işə götürənlər tərəfindən işçilərə gecikdirilməsi halı aşkar olunmuşdu. Lakin görülən tədbirlər nəticəsində həmin vəsaitlər yenidən işçilərə, işə götürənlər tərəfindən geri qaytarılmışdı. Bunların 88,9% əmək haqlarından, digəri isə zərərə görə ödənişlərdən və işə götürənlər tərəfindən işçilərə ödənilməli olan kompensasiya və müavinətlərdən ibarət olub. Həmçinin müraciətlər araşdırılan zaman digər bir məsələ 30 işçinin qanunvericiliyin tələbləri pozulmaqla əmək müqaviləsinə xitam verildiyi aşkar olunub. Lakin aparılan araşdırmalar və eyni zamanda Dövlət Əmək Müfəttişliyi Xidmətinin gördüyü qanunvericiliyə uyğun tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar. Və buradan bildirmək istərdim ki, əmək hüquqları pozulan hər kəs Dövlət Əmək Müfəttişliyi Xidmətinə istənilən formada müraciət edə bilər. Teşekkür ederiz Solmaz xanım, çatdırdığınız detallı məlumatlara görə və bir daha vurğulamaq istəyirik ki, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən aşkara çıxarılan 110 min manata yaxın vəsaitin vətəndaşlara ödənilməsində gecikmələr olması ilə bağlı eyni zamanda 30-a yaxın işçinin, əməkdaşın qanunvericiliyin tələbləri pozularaq işdən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xəbərlər, informasiyalar var idi və bu məsələyə Dövlət Əmək Müfəttişliyi Xidməti hansı şəkildə tədbirlər gördü, bununla bağlı olan detalları sizlə bölüşməyə çalışdıq. Hələ ki bizim çatdıracaqlarımız bu qədər idi. Təşəkkürlər Fidan. Xatırladım ki, bizimlə bağlantıda əməkdaşımız Fidan Mədətova idi. Elə bu informasiya ilə də burada yekunlaşdırırıq. Hadisələrin inkişafını isə RB24-dən izləməyə davam edin.